Herkese salam dostlar. Necəsiniz? İnşallah yaxşı olarsınız. Bugün sizlərlə birlikdə Roblox oynayacağıq. Roblox oynayacağıq. Mən əslində çox arada qalmışam hansı oyunu oynayım. Bəzi oyunları oynamışam deyə mən istəyirəm Brookhaven'da sizə hilələri falan göstərim. Əslində bilən var, çox hilə göstərməyəcəm. 2 və yaxud da 3 belə göstərəcəm. Ondan sonra təbii başqa şeylərə də girərik. Sizi belə alaq. Başqa şeylərə də girərik. İndi Brookhaven'ın açılmasını gözləyirəm. Son vaxtlarda Roblox çox donur uşaqlar. Yəni girmək falan olur. Adımı təzədən yazıb eləmişəm. Getdik. Bir dəqiqə açılsın. Sizə avatarımı da göstərəcəm. Hələ mən dostlar deyəcəksiniz ki, sən Roblox niyə yoxdur? Çünki dostlar mən Roblox almağı xoşlamıram. Yəni həm pul gedir, həm də ki nəyimə lazım deyə düşünürəm. Yəni mən öz istəyimlə, yəni eləyirəm istədiklərimi Brookhaven'da avatarımı. Avatarımı sizə belə göstərim. Üzüm belədir, bir dəqiqə düz dursun. Üzüm belə bu kimdir? Üzüm belədir. Saçım belə. Şeyim koftam belə və şalvarım və ayaqqabım da belə. Bir dənə mən təkcə istəyərdim ki şey olsun. Sizə bir dənə bura aparım tez. Gedək. Aha. Dostlar mən əslində istəyərdim. Baxın, mən danışıram, mənə şey partiyada şey deyirlər. Nəysə. Baxın dostlar, mən istəyərdim ki əslində necə deyim, nə deyəcəkdim? Mən istəyərdim ki avatar, məsələn o Robloxda, Brookhaven'da yox ha, adi avatarımı düzənləyəndə istəyərdim ki o incə bel var ya, ondan istəyərdim əslində istəsəm. O da prosta çox Robloxdur və sonra düşündüm ki heç lazım deyil. Ondan sonra istəmədim əslində, çox istəyirdim, indi istəmirəm. İndi isə dostlarım sizə birinci hiləmi göstərim. İndi belə gedirik. Şimdi belə getdik, düşdük. Bunu çox adam bilir. Bura basırıq, belə metrodayım şu an. Buna çox adam bilir əslində, yenə də göstərmək istəyirəm. Baxın, ora bastım və girdim. Baxın, gəldim o yerə. Şu an üstündə adamlar var, görürsünüz. Bunu çox adam bilir, amma yenə də göstərmək istədim bilməyənlər üçün. Təkrarlayım, baxın, görün hardan girmişəm və yaxud da necə girmişəm. Baxın. Buradan çıxanda burada yaşıl bir şey var. Ora belə bastınız, açıldı. Çıxırsınız. Girəndə isə burada bu binanın üstünə basıb girirsiniz. Yoxsa girmək olmur. Getdik. Üçüncü hiləmizə. Bura yaxın olan başqa bir dənə hiləm var, görün. Yox, ikisi də eyni yerdədir qaliba, yadımdan çıxmasın. Baxın, belə yerlər var. Bilənlər bilir. Gedək. Parti deyəsən verilən ev buradır. Deyəsən qabaq. Hop, biraz da bundan gedim. Gedək. Buraymış deyəsən. Atdıq qaçın. Bu partidə baxın. Belə bir partidir. Bu ev Roblox'ludur. 100% 5-10 dəqiqəlik götürür. Neyse, evimdən banlayım. Mən qorxuram ki biri evdən mənə banlayar. İndi dostlar digər hiləmiz belə deyim sizə dənizdə olacaq. Belə hop. Maksimum bu mənim ilk səsli videom olduğu üçün təbii ki də sizlər də məndə ilk olduğu üçün həm həyəcanlıyam, həm də sizə bir söz demək istəyirəm. Yəni bu mənim ilk səsli videomdur və ona görə bir 9 dəqiqə, 10 dəqiqə falan belə eləyəcəm. Amma bilirsiniz ki, məktəblər bağlanıb birinci yarım ilə görə. Kimə yazsın yorumlarda. Məktəbə bağlanıb hər gün çalışacağım sizə video atım ara. Hətta indi bu ilk videom olduğu üçün hələ çətin yerlərdən başlamadım. Brookhaven'dan başladım. Daha sonraki parkurlarımızda inşallah videolarımızda heyecanlıyım. Videolarımızda parkurlarla devam edəcəyik. İndi isə dənizin yanına gəlib çatıram. Bu arada dostlar, çatıraq, az qalıb. Yanımda da dayım oğlum var. Salam de.
Getdik. Dostlar çatdıq. Burası bilmirəm o bu mənim dediyim dənizdir ya yox. Heç bir fikrim yox buna dair. Baxın dostlar, burada ücretsiz şey var idi əslində almaq. Bununla gedilmirsən. Hə, ücretsiz almaq var, yəni 10 dəqiqəlik falan istifadə. Mən onda alırdım. Hə, demə bir dəfə bir qızın partisinə getmişdim. Dünən idi? Yox, axşam. Dünən, dünən. Dünən bir qızın partisinə getmişdim və orada qız elə bil VIP bir yerdə 10 dəqiqəlik ev almışdı. Çox güldüm əslində bu olay eşidəndən sonra. 10 dəqiqəlik ev götürmüşdü VIP və dostlarım, ayağıma baxın. Və ona baxan onun evinə getdim partiyə. Mən getdim 2 dəqiqə sonra ev silindi. Yenidən bastı amma alınmadı. Getdik. Evet. Yorum hara gəlib çatdı. Aha, şükür istədiyim yerə gəlib çatdım. Bəli. Bu yerdə sizə bir şey göstərdim. Bura çox qəşəngdir. Kayak yerinə baxın. Bunu da yəqin çoxunuz bilirsiniz. Axı, çox səs eləməyin. Deməli, girdik bura. Bu evə baxın, göstərim sizə ev. Ay. Bu evə giririk, kamp yazılan evə. Girdiniz, qapını açdınız. Necə Robloxda qapılar çox gecəsidir. Baxın, burada görsünüz belə bir yer var. Bunun içində belə hoppandınız. Baxın, hoppandınız. Sonra bunun içində belə hoppandınız. Görsünüz, burada belə bir şeylər var. Sizə o şeyi göstərəcəm. Bunu çoxunuz bilmirsiniz, bəlkə də bilmirəm. Baxın, mən Aliyə dəvət etdim indi. Bir dəqiqə belə göstərim. Baxın, bu. Bunu da bilənlər var idi. Zəhmət olsa yorumlara yazın. Çünki mənə çox maraqlı gəlir ki, siz belə şeyləri bilirsiniz ya yox. Və işığı söndürürəm belə. İşığı yandırım. Dostlar, burada heç şeyimi bəyənmədim. Üzümü bəyəndim. Üzümün gözü çox qəşəng. Bir də heç bəyənmədim. Hop düşdüm. Hop düşdüm. Burada ne var? Burada çıxır. Okay. İndi deyəcəksiniz ki, hər cürə bir maşın alırsan. İndi buradan idi, hardan idi? O tərəfdən ya. Hop. İndi sizə burada da bir dənə hilə göstərim. Bunu 100% hamınız bilirsiniz. Onu özümdən çox əmin Bunu özümdən çox əmin olaraq danışıram. Çünki 100% bilirsiniz. Belə getdik. Dəyişilib bura. Mən indi bilirəm. Dostlar, burada bir... Aha, dəyişilməyib. Belə görürsünüz, patlayıcılar, silahlar var. Sonra pullar var. Çoxlu dərəcədə dolarlar falan. Belə bir gizli yerimiz daha da var. İndi isə sizə bir dənə gizli yer göstərəcəm. Getdik dostlarım. Biraz video əhləncəli olmasını istəyirəm. Şakom, balam sakit. Ne olmur? İşte o. Dostlar, bilenler yoruma yazsın. Bir tane de hile vardı. O hile oradadır. Okay. Bakın, bu VIP'dir. Çok yavaş gel, kışkırmayın. Kışkırmayın. Hop. Burada değildi hemen. Şu sakin. Bu arada bəzi səslərə görə üzr istəyirəm, çünki çox şəx var burada. Əmək, balam sakit. Aha dostlar, indi isə qalxıram sizə o dediyim gizli yerə. Bu arada gördüyünüz kimi Emil də mənə qatıldı. Yəni o da daima oğuldu. Hop, ay Allah, düşməyim, nə olar? Please. Aha, gəminin yanındayım, bir dənə hilə göstərirəm uşaqlara. Bəlkə ola bilər dostlar, bu gün sizə 2 dənə video çəkdim. Girdi üstümə, prosta danışmayayım, çıxmayayım. Dostlar, bu arada imkan olar, bəlkə 2 dənə video çəkdim. Hər şey ola bilər. Aha, buradan düz belə düz gedirsiniz.
Burada böyle dronlar var. Dronlar var doğrusu. Hop diye uçuruq. Burada beləydi. İndi dostlarım, video aslında bura qədər demək istəməzdim. 10 dəqiqəlik bir video oldu. Siz sıxılmayasınız deyə çox az edirəm. Çünki sıxıcı gələ bilər, yəni əlimdən işinə gəlmir. Çünki ilk videomdur. Canım danışa da bilmirəm. Bəlkə bunu necə deyim, yığışdıraram, yəni söndürərəm bu videonu çəkdikdən sonra kaydedərəm, ondan sonra yenisini çəkərəm. Bilmək olmaz. Emil, siz şeydəsiz, başlanğıcda. Ayda telefonun. Bir dəqiqə dostum. O biraz takip edin. Hə, nə deyirsən? Siz hardasınız gəmidə? Aha. Daya oğullarım deməli gəmidədirlər. Mən də ora getməyəcəm. Bax gəmi hardadır yadımdan çıxdı. Gəminin yanında gözləyin gəlirəm. Ev 30'da gedək. 200-də belə. Düş. Getdik. Ev 30'da gəldik. Və zıplı. Baxın, Emil gözlə cəmləmsə balam, sən karakterini görsünlər. Dostlar, mənim daya oğlumun karakteri belədir. Bir dəqiqə gözlə. Sən dayan, sən gəlmə işlərə. Karakterli belədir. Mən çox qəşəng, çox gözəl görsünlər. Uy, mən də bunu aldım. Getdik. Dostlar, videonu burada sonlandıram. Evə usta gəldi. Bəzi səslər gələ bilər. İndi isə keçirəm o biri video və o biri videoda nə çəkiləcəyi haqqında bir ipucu verim. Dayanın burada. Sizləri çox sevirəm. Özünüzə çox yaxşı baxın. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın və hoşça kalın demək istəyərdim. Nasılım? Aha dostlar, videomuzun sonuna gəldik. Kanalıma abunə olub, like atıp, yorum yazmayı unutmursunuz. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Maçı.